Bir Arif var idi, həyat yoldaşına, xanımına dedilər ki, sənin yoldaşın deyirsən çox səbirlidir, mənə çox dözür filan filan, amma ki ona sən mehribansan, ona görə bir dəfə sözündən çıx gör necə olur. Onu öyrətdilər, qonşu arvadlarda var axı qulağı doldurmaq ki, sən çox da belə demə, baxarıq da bir dənə ürək istəmədiyi bir işi gör. Bunu öyrətdilər, bu hər gün qaba su doldurmuş, vedrə ilə suyu quyudan çəkirmiş qadın, dəstəmaz suyunu əvvəl qabdan alardılar dəstəmaz. Onu hazır qoyarmış, bu gəlib dəstəmazını alarmış. Bunu öyrətdilər, qadın götürdü, o vedrəni kəsdi, ipdən çıxartdı, qoydu bir qırağa, suyu da doldurmadı. Kişi gəldi həmişə kimi dəstəmaz almağa, gördü su yoxdur. Baxdı, gördü vedrədə yoxdur. Getdi, axtardı, tapdı həyətin bir tərəfindən, vedrəni saldı, suyu doldurdu vedrəyə, sonra o qaba doldurdu, dəstəmaz aldı, alıb qutaranda oturdu, ağlamağa başladı. Xanım gəldi ki, deyəsən ürəyinizə toxundum, üzr istəyirəm, incitdim sizi, şeytan vəsvəsə elədi, xətrünüzə dəydim, deyir, yox, ona ağlamıram. Hər gün sən mənim üçün bu qədər əziyyət çəkirmişsən, mənim boynuma nə qədər haqq qoymusan ki, qiyamətdə Allaha nə cavab verəcəm. Axı, qadının şəri vəzifəsi deyil, əlinə xidmət eləsin. Hərdən uşağın gözünün qabağında ata-ananın qabar əlini göstərər uşağa, deyir ki, bax, bu bizim yolumuzda belə vəziyyətdir. Bu, gecə-gündüz təmənnasız bizə xidmət eləyib. Hamı özünə qarşı tərəfi borclu bilməsin. Bu, ancaq Allaha məhəbbət, Allaha bəndəlik sayəsində mümkündür ki, Allahın istədiyi ailədə, bu ailədə